BMT-də keçirilən Bujeval razılaşmasından sonra dənizaşırı ərazilər, rekanalizasiya yoxsa dekolonizasiya adlı beynəlxalq konfransı iştirakçıları BMT ofisinin qarşısında dinc etiraz aksiyası keçiriblər. Aksiyada Fransa müstəmləkəçilik erası başa çatdı. Bujeval razılaşmasına yox deyirik. Kanaki yaşayacaq. Müstəmləkəçilik öləcək. Müstəqillik variant deyil, haqdır. Müstəmləkəçilik Kanak xalqına qarşı cinayətdir. Kimi həmçinin Fransa və Niderland müstəmləkəçiliyinə qarşı digər şüarlar səsləndirilib, Kanak xalqına məxsus bayraq qaldırılıb. Etirazda Fransanın digər dənizaşırı əraziləri, Kanaki, yəni Yeni Kaledoniya, Guadeloupe, Martinika, Reunion, Mahoy-Nui, Fransız Givianası, eləcə də Niderlandın Baneira, Aruba, Saint-Martin kimi müstəmləkə ərazilərinin təmsilçiləri aksiya zamanı Kanak xalqına dəstək veriblər. Müstəmləkəyə öz etirazımızı bildiririk. Bütün Kanak xalqının azad olmasını istəyirik. Biz kolonializmə etirazımızı bildirmək, Kanak xalqının müstəqilliyini müdafiə etmək üçün buradayıq. Fransa müstəmləkəsinə yox deyirik. 2023-cü ildən Bakı Təşəbbüs Qrupu müxtəlif beynəlxalq platformalarda müstəmləkəçi ölkələrin qanuni mübarizəsini dəstəkləməyə başlayıb. Bu sözləri Bakı Təşəbbüs Qrupunun icraçı direktoru Abbas Abbasov BMT Baş Assambleyasının 80-ci sessiyası çərçivəsində keçirilən tədbirdə deyib. Bundan başqa o açıqlamasında artıq Yeni Kaledoniyanın qərar verdiyini dilə gətirib. Bütün Kanak xalqı yetkin bir qərar verib ki, artıq 2027-ci ilə qədər Yeni Kaledoniyanın, yəni Kanakinin Fransa ilə dialoqları yalnız müstəqillik mövzusu üzrə ola bilər. 2027-ci ilə qədər onlar qətiyyətli qərar veriblər ki, öz müstəqilliklərini elan edəcəklər və bizim bugünkü də tədbirimiz elə əsas bu periodu əhatə edir və həmçinin burada iştirak edən Kanak xalqının nümayəndələri 2027-ci ilə qədər atılacaq addımlar haqqında geniş ictimaiyyətə məlumatlar verdilər. Vurğulayaq ki, Yeni Kaledoniya zəngin sərvətlərə malikdir. Fransa illərdir ki, ərazidən nikel, ağac, xrom, mis və sair sərvətlərindən istifadə edir. Əvəzində isə yerli əhali yoxsul vəziyyətdə yaşayır. Yeni Kaledoniya xalqı tarix boyu buna öz etirazını bildirib.